Salamlar əziz izləyicilər. Bu videoda keçən dəfə dediyim mesh haqqında danışacağıq. Mesh qradiyentin bir tipidir. Sadəcə olaraq orada daha çox funksiyanı, daha çox rəngi bir araya heç qarışmadan, məsələn, gözəl bir forma əldə edərək gətirə bilərik. Bizə onu idarə etməyə nöqtələr verir. Onu görmək üçün mesh seçirik. Bax gördüyünüz kimi nöqtələr verir. İndi bu nöqtələrin hər birinə fərqli bir rəng verə bilərik. Məsələn belə. Bu nöqtələrə fərqli rənglər verərək, fərqli istədiyimiz formada bir dizayn dili kəşf edə bilərik özümüz üçün, məsələn, işlərimiz üçün və yaxud da bir bizim bir müştərimiz varsa onun üçün arxa fon seçmək istəyirik, tutaq ki, onun üçün və bu dəyərlər hər bir nöqtə üçün bir dəyər seçə bilərik. Bu dəyərlər isə onu, məsələn belə, gördüyünüz kimi bu bir background ola bilər və mesh bizə icazə verir ki, onun üzərində hər bir tutaq ki, hərəkəti rənglərin üzərində hərəkət elətdirə bilək. Məsələn, tutaq ki, burada bir forma əldə edə bilək. Tutaq ki, yaşıl rəngin yerləşdiyi yeri dəyişmək istəyirəm. Daha çox bir-birinə yaxınlaşdıra bilərəm, bir-birinə uzaqlaşdıra bilərəm rəngləri. Bu rənglərin üzərində yəni istədiyim funksiyanı yerinə yetirə bilərəm. Bu isə bizə maraqlı shape'lər, maraqlı dizaynlar hazırlamağa kömək eləyir. Tutaq ki, belə bir şey hazırladınız, indi ekstra bir şey öyrədim. Buradan gəlirik, biraz noise veririk, tutaq ki, add noise əlavə edirik. Belə bir gözəl bir background almış oluruq, dizaynlarımıza qatmaq üçün şüşə effekti kimi. Bu qədər. Mesh də çox maraqlıdır, istifadə edə bilərsiniz.